Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, iş dəftərinə tənasüb mövzusu ilə davam edirik. Nisbətləri deyir sadələşdirib ekvivalent olub olmadıqlarını yoxla. Tənasüb əmələ gətirirlərsə, əks halda isə işarəsini qoyaraq qeyd et. Biz bilirik ki, ekvivalent nisbət olmağı nə deməkdir? Yəni ekvivalent nisbət hər tərəfin ya eyni ədədə vurmalıyıq, ya da ki, eyni ədədə bölməliyik. İndi 6 ilə 8-i verir bizə. Gəlin 6 ilə 8-in hər tərəfin 2-yə bölək. Bax, burada yazaq. Hər tərəfin 2-yə böldüyümüz zaman edəcək 3-ün 4-ə nisbətində. 9 ilə 12-ni də hər tərəfin 3-ə bölək. 9-u 3-ə böləndə 3, 12-ni də 3-ə böləndə 4 edəcək. Bu həqiqətən də ekvivalent nisbətdir, tənasüb əmələ gətirir. Çünki tənasüb nədir? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni mən 8-i 9-a vuranda da 72 alıram. 6-nı 12-yə də vuranda 72 alıram. Onsuz da bunların bərabər olmağı elə bunların tənasüb əmələ gətirdiyinin göstəricisidir. 7 böl 1,5 və 28 böl 6. 7 böl 1,5-i, məsələn, hər tərəfin 10-a vursam, onlar 70 böl 15. Bunun da hər tərəfini mən 5-ə bölsəm, yəni. Onlar 4 bölünsün, daha doğrusu 14 bölünsün 3-ə. 28 ilə 6-nın hər tərəfini 2-yə bölsəm, eləyər 14 bölünsün 3. Bu da ekvivalentdir və tənasübdür. Üçüncüsü 3,6-nı 9-a, 9-u 12-yə. Hər tərəfi 9-a böldüyümüz zaman eləyər 0,4-ün 1-ə nisbəti. 9-da 12 hər tərəfini 3-ə böldüyümüz zaman edər 3-ün 4-ə nisbəti. Bu tənasüb deyil. Sonra ikinci. İkincidə nə deyir? Nisbətləri sadələşdirməklə ekvivalent olanları müəyyən et və ekvivalent nisbətləri tənasüb şəklində yaz. Gəlin buradan yazaq. 12, 14. Hər tərəfi mən neçəyə bölərəm? Hər tərəfi 2-yə bölünər. Qalar 6 bölünsün 7. 21, 28. Hər tərəfini neçəyə bölərəm? 7-yə bölərəm. Alaram 4-də 3. 18-də 21-i də hər tərəfini deməli neçəyə bölərəm? Hər tərəfini 3-ə bölərəm. 21-i 3-ə böldüyüm zaman 7, 18-i 3-ə böldüyüm zaman bu niyə belə olur? 6 eləyər. Deməli, ekvivalentlər hansılar oldu? 14-də 12, 21-də 18. Bunlar da indi tənasüb qursam, yazaram 12 böl 14 bərabərdir 18 böl 21. Biz nə demişik? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. Yəni mən 12-ni 21-ə vurduğum zaman da 18-i 14-ə vurduğum zaman da eyni cavabı almalıyam. 12-ni 21-ə vurduğum zaman 252 edəcək. 18-i 14-ə vurduğum zaman 252 edəcək. Keçdik B bəndinə. 8-də böl 12. Hər tərəfini 4-ə bölərəm. Eləyər 3-də 2. 10 böl 16-nın hər tərəfini 2-yə bölərəm. Deməli, edər 8-də 5. 12 böl 18-in hər tərəfini 6-ya bölərəm. Edər 3-də 2. Cavabları eyni olanlar hansılardır? 8 bölünsün 12 bərabərdir 12 bölünsün 18. Yəni 18-i mən 8-ə vuranda da, 12-ni mən 12-yə vuranda da eyni cavab almalıyam. 18-i 8-ə vuranda 144 edir, 12-ni 12-yə vuranda 144 edir. Tənasübümüz yəni bunlardan ibarət oldu. Onun 15-ə nisbəti hər tərəfi 5-ə bölərəm, eləyər 3-də 2. 16 böl 20-ni mən hər tərəfi 4-ə bölərəm, edər 5-də 4. 20 böl 25-in də hər tərəfin 5-ə bölərəm, edər 5-də 4. Deməli, mütənasiblikdən alındığımız 16 böl 20 bərabərdir 20 bölünsün 25. Yəni 20-ni 20-yə vurduğum zaman, 16-nı 25-ə vurduğum zaman elə 400-ü alıram. Bu şəkildə. Üçüncüsü. Fikirlərin doğruluğunu deyir, yoxla, ekvivalent nisbətləri tənasüb şəklində yaz. 8-in 16-ya nisbəti. 8-in 16-ya nisbəti deyir ki, 12-nin 36-ya nisbətinə bərabərdir. Gəlin hamısını ayrı-ayrı yazıb birinci ekvivalentin tapaq sonra. 8-in 26-ya nisbətidir bu. Mən niyə 16 yazdım? Hər tərəfi neçəyə bölərəm? Hər tərəfi 2-yə bölərəm.
Eləyər bura 4, aşağı edir 13. Sonra deyir 12-nin 39-a nisbəti. 12-nin 39-a nisbəti nə deməkdir? 12 ilə 39-u hər tərəfin 3-ə bölərəm. Bu edər 4, bu da edər 13. Bunlar həqiqətən də ekvivalent nisbətlərdir. Gəlin elə bundan tənasüb yazaq. Yazaq 8 bölünsün 26 bərabərdir 12 bölünsün 39. Yəni 8-i 39-a vurduğum zaman 312 edir. 12-ni də elə 26-ya vurduğum zaman 312 edir. B bəndində 1,8-in 4-ə nisbəti. Hər tərəfi mən 2-yə bölsəm 0,9 bölünsün 2 alaram. Sonra deyir ki 2,7-nin 6-ya nisbəti. Mən hər tərəfi 3-ə bölsəm yenə alaram 0,9 böl 2. 1,8 bölünsün 4 bərabərdir 2,7 bölünsün 6. Yəni 1,8 vurulsun 6 bərabərdir 2,7 vurulsun 4 çarpaz vurmaqla. 1,8-i 6-ya vurduğum zaman 10,8 edəcək. 2,7-ni də 4-ə vurduğum zaman 10,8 edəcək. Dördüncüdə deyir ki, tənasübdə kənar hədlərin hasilinin orta hədlərin hasilinə bərabər olduğunu deyir yoxla. Baxaq, kənar hədlər burada hansılardır? 15 ilə 6-dır. 15-i vurarıq 6-ya. Orta hədlər hansıdır? 10 vurulsun 9-dur. 15-i 6-ya vurduğumuz zaman 90 edəcək. Onu da 9-a vurduğum zaman 90 edəcək. Bu deməli doğrudur. Belə bir işarə ilə qeyd eləyək. Sonra B-də deyir 8,4 ilə 5 kənar hədlərdir. Orta hədlərdə 6 ilə 7-dir. Bunlar da vurduğum zaman 42 alınacaq. Verilmiş 5 vurulsun 8 və 4 vurulsun 10 bərabərliyinə görə boş xanalara uyğun ədədləri yazmaqla müxtəlif tənasüblər qurur. Bu nə deməkdir? Yəni 5-i 8-ə vuranda 40 eləyir. 4-ü də 10-a vuranda 40 edir. Bizdə məsələn bir dənə ədədi verəcək, digərlərini özümüz yazmalıyıq. Biz bilirik ki, kənar hədlərimiz mən deyək ki, götürürəm 5-dən 8-i. Əgər bura 5-dirsə, kənar həddin qarşısı bura olduğuna görə bura 8 olacaq. Burada istəyirsən 4 yaz, burada 10 yaz. Eyni şeydir. 5-i 8-ə vuranda yenə 40 edəcək. 4-ü 10-a vuranda yenə 40 edəcək. İndi burada başqa cür yazıb. Necə yazıb? 5-i 8 olduğu kimi qalacaq. Artıq bura 10 yazacam, bura 4 yazacam. Bu nə deməkdir? Bax. Bunu necə yazaram? 5 bölünsün 10 bərabərdir 4 bölünsün 8. Bunu necə yazaram? 5 bölünsün 4 bərabərdir 10 bölünsün 8. Neyiniyib burada? Orta hədlərin yerini dəyişib. Bax. Orta hədlərin yerini dəyişib. Kənarları saxlayıb ortanı dəyişib. Bu da eyni qayda ilə. 8-i bura yazıbsa mən 5-i bura yazmalıyam. Bura istəyirəm 4 yazıram, bura istəyirəm 10 yazıram. Yenə burada 8-dirsə bura mən mütləq 5-i yazmalıyam. Bura indi 10 yazıram, bura 4 yazıram. Eyni qayda ilə. 8 bölünsün 10 bərabərdir 4 bölünsün 5. 8 bölünsün 4 bərabərdir 10 bölünsün 5. Burada da yenə kənarın orta hədlərin, daha doğrusu yerin dəyişib. Bu şəkildə. 6-cı tapşırıq nədir? Verilmiş bərabərliyə görə müxtəlif tənasüblər qur. 10 bölünsün 16, 15 bölünsün 24. Nədir? Kənar hədlərin yerini dəyişməklə. Kənar hədlərin yerini dəyişsək nə olacaq? Kənar hədlər hansılardır? 10 ilə 20-dür. Mən 24 bölünsün 16 bərabərdir 15 bölünsün 10 yazaram. Sonra deyir ki, orta hədlərin yerini dəyişdir. Orta hədlərin yerini misala görə də dəyişə bilərsən, buna görə də dəyişə bilərsən. Yenə də onsuz da fərqli tənasüb qurmuş olursan da. Gəlin, məsələn, buna görə dəyişsək. 24 bölünsün 15 bərabərdir 16 bölünsün 10. Bu şəkildə. Sonra 12 böl 18 bərabərdir 16 böl 24. Kənar hədlərin deyir yerini dəyişməklə. Kənar hədd buradan nədir? Mən 24-dən 12-nin yerini dəyişdim. Yəni yazacağım 24 bölünsün 18 bərabərdir 16 bölünsün 12. Sonra orta həddin yerini dəyişməyə soruşur. 24 bölünsün 16 bərabərdir 18 bölünsün 12 şəklində yaza bilərəm. 7-ci tapşırıq nədir? Verilmiş ədədlərdən uyğun dördünü seçməklə tənasüb yaz və tənasübün əsas xassəsinə görə doğruluğunu yoxla. Mənə 4, 6, 8, 10, 15 verir. Deyir ki, buradan elə bir dördlü seçməlisən ki, onların kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. Mən baxıram ki, burada ən azından 6-nı 10-a vursam 60 eləyər. Sonra baxıram ki, nəyə vursam 60 eləyər. 4-ü 15-ə vuranda 60 eləyəcək. Yazaram ki, 4 bölünsün 6 bərabərdir 10 bölünsün 15. Kənar hədlərimi mən 4, 15 götürdüm. Orta həddimi 6, 10 götürdüm. Sonra deyir ki, tənasübün əsas xassəsi doğruluğun
Yox, tənasüblər yaz. Bundan tənasüblər məsələn biz yaza bilərik də. Necə yaza bilərik? Məsələn, deyək ki, orta ədlərin yerini dəyişək. 6/15 yazaq. Sonra kənarları dəyişək. 15 bölünsün 10 bərabərdir 6 bölünsün 4 yazaq. Sonra yenə ortanı dəyişək. 15 bölünsün 6 bərabərdir 10 bölünsün 4 şəklində yaza bilərik. Yəni 6-nı 10-a vuranda 60 eləyəcək. 4-ü 15-ə vuranda 60 eləyəcək. Yəni tənasübün əsas xassəsinə görə budur bizim əsas cavabımız. Sonra 4, 8, 10, 15, 20 verib. Baxıram ki, mən 8-i 10-a vuranda 80 eləyər və 4-ü 20-yə vuranda 80 eləyər. Yazaram ki, 4 bölünsün 10 bərabərdir 8 bölünsün 20. Tənasübümü qurdum. Yerlərini dəyişirəm. 8 bərabərdir 10 bölünsün 20 və yaxud 20 bölünsün 8 bərabərdir 10 bölünsün 4. Sonra 20 bölünsün 10 bərabərdir 8 bölünsün 4. Yəni 10-u 8-ə vuranda 80 eləyəcək. 20-ni 4-ə vuranda 80 edəcək tənasübən xassəsinə görə. Tənasübün əsas xassəsini istifadə etməklə məhsulu tapmaq. Tənasübün əsas xassəsi nədir? Orta ədlərin hasili kənar ədlərin hasilinə bərabərdir. Burada da kənar 12 ilə 15-dir, orta 8 ilə x-dir. Elə birbaşa yazırıq. 8x bərabərdir 15 vurulsun 12-yə. 8x nəyə bərabərdir? 15-i 12-yə vurduğumuz zaman nə edir? 180. X nəyə bərabər olacaq? 180-ni 8-ə böldüyümüz zaman 22,5-ə. 6y bərabərdir 4,5 vurulsun 12-yə. 6y nəyə bərabər olacaq? 4,5 12-yə vurduğumuz zaman edəcək 54. Deməli, y nəyə bərabər olacaq? 9-a. 21m bərabərdir 9 vurulsun 14-ə. 21m nəyə bərabər olacaq? 9-u 14-ə vurduğumuz zaman edəcək 126. M nəyə bərabər olacaq? 126-nı biz 21-ə bölməliyik, eləməlidir. 6. N bölünsün 4 bərabərdir 1,5 bölünsün 2. 2n bərabərdir 4 vurulsun 1,5-ə. 2n nəyə bərabər olacaq? 6-ya. N nəyə bərabər olacaq? Əlbəttə ki, 3-ə. 5-i 9-a vuracaq, 6-nı x-a vuracaq. 6x bərabərdir 45. X da burada nəyə bərabər olacaq? Deməli, 45-i 6-ya böldüyümüz zaman 7,5-ə. Deməli, 4y bərabərdir 5 vurulsun 3, 4y bərabərdir 15-ə, y də bərabərdir 3,75-ə. Buradan 15m bərabərdir 6 vurulsun 8-ə, 15m bərabərdir 48, m bərabərdir 3,2-yə. Buradakı misalda, bu sanki kənardakı m-1-dir, bir də 4-dür. Yəni 4 vurulsun m-1 bərabərdir 3 vurulsun 2 orta hədləri. 4 vurulsun elə m-1 olduğu kimi qalsın. 3-ü 2-yə vuranda 6 eləyir. Mən m-1-i götürərəm, 6-nı bölərəm 4-ə. m-1 nəyə bərabər olacaq? 1,5-ə. Buradan n nəyə bərabər olacaq? 1,5 üstə gələk 1-ə. Yəni n bərabərdir 2,5 almış olacaq. 9-cu misal. Verilən şərtə uyğun deyir, 3 dənə tənasüb yaz. Tənasübün əsas xassəsinə görə doğruluğunu yoxla. Kənar hədləri mənə verib 5 ilə 12. 5 ilə 12-ni veribsə, mən kənarda yazıram ki, 5 vurulsun 12 bərabərdir 60 eləyir. Yəni, mən kənarımın cavabı 60-dırsa, ortanın da cavabı 60 olmalıdır. Tənasübün əsas xassəsi nədir? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. Yəni, ortanı da mən elə seçməliyəm ki, cavab 60 alım. Yazaram 5 bölünsün 10 bərabərdir 6 bölünsün 12. 5-i 12-yə vuranda 60, 6-nı 10-a vuranda 60. Yazaram 5 bölünsün 3 bərabərdir 20 bölünsün 12. 5-i 12-yə vuranda 60, 3-ü 20-yə vuranda 60. 5 bölünsün 2 bərabərdir. Ancaq mən ortanı dəyişə bilərəm. Kənarı dəyişə bilmirəm. Çünki kənarı mənə verib burada. Bu şəkildə. Sonra 4 ilə 9-dur. Yəni, mən tapıram ki, 4-ü 9-a vurduğum zaman 36 edir. Ortam 36 edirsə, kənarım da 36 eləməlidir. Tənasübün əsas xassəsinə görə. Yazıram 4 bərabərdir 9, ortanı yazdıq. İndi kənarları yazmalıyıq. Yazarıq 18, 2. 18-i 2-yə vuranda 36, 4-ü 9-a vuranda 36. Yazarıq 3 bölünsün 4 bərabərdir 9 böl 12 nisbəti və yaxud 6 bölünsün 4 bərabərdir 9 bölünsün 6 nisbəti şəklində də yazmaq olar.
Durna balığı ilə nərə balığının uzunluğu 5,10 deməli 8 nisbətindədir. 5 8 nisbətində daha doğrusu. Durna balığının uzunluğu 1,5 metr olarsa nərə balığının uzunluğu nə qədər olar? Deyir ki, durnanın nərəyə nisbəti 5/8 nisbətindədir. Sonra deyir ki, durna balığının uzunluğu 1,5 olarsa, sən nərə balığının uzunluğu nə qədər olduğunu tap. Adi tənlik kimi həll edirik. 5x nəyə bərabərdir? 1,5-i biz vururuq 8-ə. 5x bərabərdir 12-yə, x də bərabərdir 2,4 metrə. Deməli, nərə 2,4 metr imiş. Sonra 11. 11-də nə deyir? Zeytun və ondan alınan yağın kütləsi 11/2 nisbətindədir. 44 kiloqram zeytundan nə qədər yağ alınır? Deməli, zeytundan və ondan alınan yağın kütləsi, yəni 11 kiloqramdan, belə deyək, 2 kiloqram yağ alınır. Çünki zeytun, bax buradan yazaq, zeytunun nisbəti 11-dir. Yağın nisbəti 2-dir. 11 kiloqramdan 2 kiloqram yağ alınır, belə deyək. Bəs 44 kiloqramdan nə qədər alınır? X-i necə taparam? Yazaram 44 vurulsun 2/11 bərabərdir 8. Bu birincisi də olsun. İkincisi nədir? Nə qədər zeytundan 5 kiloqram yağ alınır? Mən bilirdim ki, 11-dən 2 dənəsi alınırsa, deyir nə qədərdən 5 kiloqram alınır? Yağı soruşur. Yağı soruşduğunda yağın qiymətinin altından mən 5-i yazıram. X-i də buradan yazıram. X bərabərdir 11-i vur 5-ə böl 2-yə. Bu da eləyir 55 bölünsün 2, 27,5. Birincinin cavabı 8 kiloqramdır, ikinci də 27,5 kiloqram. Və sonuncusu. Rəsm dərnəyində 10 dənə qız, 12 oğlan məşğul olur. Bu dərnəyə əlavə 2 dənə qız və bir neçə dənə oğlan yazılandan sonra qızların sayı oğlanların sayına nisbəti 3-ün 4 nisbətində oldu. Bu nə demək istəyir? Deyir ki, 10 dənə qız var. 12 dənə də oğlan. Sonra deyir ki, dərnəyə 2 dənə qız əlavə olunub. 2 dənə qız əlavə olunubsa, nə qədər qız olub? 12 dənə qız olub da. 2 dənə qız əlavə olundu. 12 dənə qız oldu. Sonra deyir ki, həmin bu nisbətlər 3-ün 4 nisbətindədir. Yəni 12, məsələn biz bunu 12 oğlanın nə qədər olduğunu bilmirik də. Üstünə x yazarıq. Onu tapmalıyıq axı. 12-nin 12/x-a nisbəti. Burada qızın, sonra deyir ki, qızın oğlanların sayına nisbəti. Qızın sayı nə qədər idi? 3 idi. Oğlanların sayı nə qədər idi? Burada nisbətinə deyir, 4 idi. Bu adi tənliyi həll eləməliyik. Yəni 3 vurulsun 12 üstə gələ x bərabərdir 12 vurulsun 4-ə. 3 vurulsun 12 üstə gələ x bərabərdir 12-ni 4-ə vurduğumuz zaman deməli edəcək 48. 12 üstə gələ x nəyə bərabər olacaq? 48 bölünsün 3-ə. Belə tapmaq daha rahatdır. 12 üstə gələ x bərabərdir 48 3-ə böldüyüm zaman edəcək 16. X burada nəyə bərabər olacaq? 16-dan çıxacam. 12-ni alacam 4-ü. Deməli, dərnəyə neçə dənə oğlan yazıldı? Dərnəyə 4 dənə əlavə oğlan yazıldı. Bu şəkildə də tənasüb mövzumuz burada bitdi.